yuxulu olmaq, daim çəki yığmaq. Alimlərin araşdırmasına görə depressiyanın atipik forması təkcə psixoloji pozuntu deyil, özünə məxsus bioloji xüsusiyyətlərə malik ayrıca alt tip ola bilər və bu forma çəki artımı ilə birbaşa əlaqəlidir. Tədqiqatın nəticələri Biological Psychiatry jurnalında dərc olunub. Araşdırmaya görə atipik depressiya klassik depressiyadan fərqli olaraq artan yuxululuq və çəki yığılması ilə müşayiət olunur. Avstraliyanın Sydney Universitetinin rəhbərlik etdiyi elmi qrupun bu nəticəyə 15 minə yaxın depressiyada olan xəstəsinin genetik və klinik məlumatlarını təhlil etdikdən sonra gəlib. İştirakçıların təxminən 21% atipik depressiya məyarlarına uyğun gəlib. Genetik analiz göstərib ki, bu qrupda yalnız depressiyaya deyil, həm də bipolar pozuntusu, ikinci tip diabet, yüksək bədən kütlə indeksi və iltihabi proseslərə irsi meyillik daha güclüdür. Müalicə baxımından da fərqlər üzə çıxıb. Atipik depressiyası olan xəstələrdə ən çox istifadə edilən antidepressantlar daha az effektli olub.